Salam, bugünkü mövzumuz xovsuz xalçalar haqqında olacaq. Xalçalar dekorativ tətbiqi sənətin növünə aiddir. Çünki həm xovsuz, həm də xovlu xalçalarda müxtəlif naxışlardan istifadə olunmuşdur. Xovsuz xalçanın 7 növü var. Bu növləri bir-birindən fərqləndirməyimiz üçün bizə hər birinin xüsusiyyətini, dekor naxışını yadımızda saxlamağımız lazımdır. Gəlin baxaq palazın xüsusiyyətlərinə. Xüsusiyyətləri sadə və qaba olur, material kətan və yundan toxunur, dekor naxış sadə enli və ensiz, rəngli üfüqi zolaqlardan, bəzən zolaq üzərində sadə həndəsi naxışlardan ibarətdir. İstifadədə təyinatı döşəməyə salınar, geyim kimi istifadə edilərdi. Baxın, burada yadınızda saxlamağınız vacib olan ən vacib məqam dekor naxışdır. Sadə, enli və ensiz, rəngli üfüqi zolaqlardan, bəzən zolaq üzərində sadə həndəsi naxışlardan ibarətdir. Və buradakı sxemə, palazın sxeminə diqqətlə fikir verin. Burada həm enli zolaqlardan, həm ensiz zolaqlardan, həmçinin də sadə həndəsi naxışlardan istifadə olunmuşdur.